Hörmətli professor, müəllim heyəti, əziz tələbələr, hər birinizi salamlayıram. Azərbaycan Texniki Universitetində müasir energetikada kadr hazırlığı mövzusuna həsr edilmiş seminarda hər birinizi xoş gördük. Onu da qeyd etmək istəyirəm ki, bugünkü seminar Azərbaycan Respublikasının əməkdar elm xadimi, əməkdar mühəndisi, texnika elmləri doktoru, Azərbaycan Texniki Universitetinin tədris işləri üzrə prorektoru, professor Nurəli Yusifbəylinin 60 illik yubileyinə əsr olunur. İlk olaraq açılış nitqi üçün sözü Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyevə verirəm. Buyurun, Vilayət müəllim. Hörmətli Elçin müəllim, hörmətli Arif müəllim, hörmətli bizim prorektorlarımız, hörmətli bizim professor müəllim heyəti. Bugün biz bu Azərbaycan Texniki Universitetinin bu möhtəşəm zalına toplaşmışıq. İki məsələ üçün əsas. Bir, Nurəli müəllimin bizim əziz dostumuz, bizim tədris işləri üzrə prorektorumuz Nurəli müəllimin 60 illik yubiley ərəfəsində bir bəhanə olaraq, əslində bunu biz bəhanə kimi qəbul edib, Azərbaycan enerji sektoruna, yəni onun fəaliyyətinin əhatə etdiyi enerji sektoruna bir baxış keçirəcəyik. Həqiqətən də enerji sektoru bir Azərbaycan iqtisadiyyatının bir driveridir və bu istiqamətdə Nurəli müəllimin yaradıcılığına baxmaqla Azərbaycan enerji sektorunda olan əsas problemləri, əsas məqamları önə gətirəcəyik. Bizim üçün çox xoşdur ki, bugünkü bizim tədbirimizdə bizim Azərbaycan enerji sektorunda xüsusi xidmətlər olan Arif müəllim burada iştirak edir. Mən xatırlayıram, mənim tələbəçiliyim dövründə biz paradda keçirdik. O zaman ilk dəfə mən paradda keçəndə demək orada bir elan var idi. Və dedilər ki, Cuvarlıya və onun tələbələrinə eşq olsun və bir oradan adlarını saydılar. O zaman SSR dövlət mükafatına layiq görülmüş Arif müəllim, demək, 26 yaşı vardı, mən səhv eləmirəmsə Arif müəllim o dövrdə, bilməm, bəlkə də səhv eləyirəm. Biraz ola bilər, çoxdur, bilmirəm. Amma yəni bu istiqamətdə, yəni mən o zaman enerji sektorunda həqiqətən biz sonra tələbə ikən bunları müzakirə etdik və sonra tarih ilə gətirdik ki, mən üniversitet qurtaranda, baş dövlət bitirib gələndən sonra Arif müəllimlə bir binada olduq. Və o zamandan enerji sektoruna həqiqətən mənim bir marağım formalaşdı. Daim olaraq biz o Arif müəllimlə də görüşürdük. O zaman Azad Əfəndizadə də bizim binada demək fəaliyyət göstərdi və bizim binanın yarısı energetiklər idi. Yəni bu epizodları niyə deyirəm? Enerji sektorunun inkişafı ilə bağlı Azərbaycanda çox ciddi bir məktəb formalaşıb. O məktəb həqiqətən keçmiş Sovetlər Birliyində ən yüksək demək gərginlikli xətlərin çəkilişində Azərbaycan alimlərinin rolu böyük olub və o zaman demək səhv etmirəmsə Arif müəllimcildə 700 kilovoltluq demək o xəttin çəkilişində böyük xidmətləri vardı və o istiqamətdən daim olaraq Azərbaycan energetika sektoru, Azərbaycan energetikləri kifayət qədər güclü bir məktəb yaradıblar. Bu məktəblər bugün Azərbaycan müxtəlif demək institutlarında, o cümlədən Azərbaycan Texniki Universitetində demək inkişaf edib. Və bu istiqamətdə bizim bugün 60 ilini qeyd etdiyimiz bizim hörmətli dostumuz, böyük alim, mən bunu həqiqətən çox qürurla deyirəm, Nurəli müəllimin xidmətləri var. O məktəbin kifayət qədər inkişaf etdirilməsində, Azərbaycan energetika sektorunda bu istiqamətdə kifayət qədər zəhməti olan bir alimimizdir. Mən çox qısaca olaraq Nurəli müəllimin Azərbaycan enerji sektorunda fəaliyyətindən bağlı bir neçə məsələni qeyd etmək istəyirəm. Çünki o məsələlər
Azərbaycan enerji sektorunun bugünkü inkişafında çox əhəmiyyətlidir. Tərcümə yoluna baxanda Azərbaycan demək enerji sektorunun inkişafı üçün kifayət qədər əhəmiyyət olan məsələlər var. Əsas önəm ondan ibarətdir ki, Nurəli müəllim Kiyev Politexnik İnstitutunu bitirib və o demək Sovetlər Birliyi dövründə Azərbaycanda imtahan verərək, yəni orada o dövrdə bizim ulu öndərimizin ortaya qoyduğu o böyük proqramın tərkib hissəsi olaraq demək, o vaxt biz ona inoqradiklər deyirdik və o dəstədən Nurəli müəllim Kiyev Politexnik Universitetində təhsil alıb. Amma məsələ ondan ibarətdir ki, həmin dövrdə kiber energetik ixtisasına yiyələnib. Bu ixtisas bugünkü demək zamanın, bugünkü demək iqtisadiyyatın inkişafı üçün çox əhəmiyyətlidir. Bugün biz müxtəlif sahələrdə kiber mexanik, kiber kimyaçı, kiber energetik axtarırıq. O dövrdə demək bu istiqamətdə bu ixtisas çox əhəmiyyətli bir ixtisas idi və bu nöqteyi nəzərdən Nurəli müəllim montyor kimi demək elektrik montyoru kimi işə qısa müddətdə başlayaraq Sumqayıtda fəaliyyətə başlayıb. Amma çox qısa zamanda Azərbaycanın demək ən ciddi enerji sistemində ən ciddi sahə olan dispetçer xidmətində fəaliyyətə başlayıb. Mən Nurəli müəllimlə bizim dostluğumuzun hardasa bir 25 ildən çox tarixi var. Və mən onu da mübaliğəsiz demək istəyirəm ki, enerji sektorunda ilk olaraq biliklərimin formalaşmasında bilavasitə enerji dispetçer xidmətində o ekranın qabağında Nurəli müəllim daim olaraq onlar idarə edəndə mən də ondan bərabər olmuşam və o sistemin o ağırlığını hiss etmişəm. Və 2003-cü ildə xatırlayıram bir Dünya Bankı üçün bir hesabat hazırladıq. O hesabat hazırlayanda çox təsadüfi, heç də təsadüfi deyil ki, mən burada bir gün Arif müəllimi dəvət eləmişəm və Nurəli müəllimin baxmış, indi Arif müəllim iştirak eləsin. Bir hesabat hazırladıq Azərbaycan enerji sektorunun inkişafından bağlı və bütün həm elektrik, həm qaz demək informasiyalarını o zaman cari vəziyyətdə araşdırdıq və bunu təhvil verməkdən əvvəl akademiyanın bağında mən Arif müəllimlə görüşdüm. Dedim, Arif müəllim, belə bir hesabat hazırlamışam, nə fikirləşirsiniz? Dedi, valla bu Mingəçevirdən gələn xəttlər heç etibarsız deyil. Onu oraya daxil etsən normal olar deyə düşünürəm. Sonra gəldim Nurəli müəllimə zəng edim. Nurəli müəllim, Arif müəllim də belə bir şey deyir. Dedi, valla xəttlərin imkanları yaxşı deyil. Onu orada qeyd eləsəniz, mən Nurəli müəllim kifayət qədər material verdi. Biz onu oraya daxil etdik. Bir həftədən sonra Azərbaycan enerji sistemində çox böyük bir qəza baş verdi. Bütün Dünya Bankı və beynəlxalq təşkilatlar tökülmüşdülər və onda dedilər ki, bəs o yazılan hesabat Azenerjinin bütün demək koridorlarında bizim o xarici ekspertlərin əlindədir ki, artıq bu hesabatda o nöqtələr qeyd olunmuşdur. Yəni bu o vaxtı qəzanın baş verməsindən bağlı böyük ehtimalların demək həm Arif müəllim, həm də Nurəli müəllim bunları əvvəlcədən ortaya qoymuşdular. Və doğrudan da enerji sistemi kifayət qədər gərgin bir zaman keçirirdi və o dövrdə Nurəli müəllim dispetçer xidmətinə rəhbərlik eləyib. O istiqamətdə dispetçer xidmətinin adi dispetçerdən Azenerji sisteminin baş dispetçer xidmətinin rəhbəri olaraq bu vəzifəni icra eləyib və deyim ki, sizə dünyada bir sıra demək, əgər baxsaq enerji sistemində ən vacib, ən demək məsuliyyətli yer məhz dispetçer xidmətinin idarə olunmasına və ona rəhbərlik edilməsi çox əhəmiyyətli bir şeydir. Əgər dispetçer xidmətinə rəhbərlik edirsənsə, demək olar, bütün enerji sistemi haqqında tamamilə mükəmməl biliyi əldə edirsən. Və Nurəli müəllim bu demək mükəmməl demək həm praktiki, həm elmi savadı ona imkan verdi ki, həm enerji sistemində işləyə-işləyə həm elmlər namizədliyi dissertasiyasını həyata keçirsin. Eyni zamanda xatırlayıram ki, Nurəli müəllim 2005-ci ildə məhz enerji sistemin vəziyyəti üzrə çox ciddi bir dissertasiya ortaya qoydu və o demək dissertasiya işində, doktorluq işini 2005-ci ildə müdafiə elədi. Eyni zamanda Nurəli müəllim həm də bu qısa zamanda professor adına layiq görüldü.
Talelə gətirdi ki, biz Nurəli müəllim uzun müddət enerji sistemində fəaliyyətə başlayandan sonra hardasa bir 5 ilə yaxın Energetika İnstitutunun, biz ona Energetika İnstitutu deyirik, onun adı müxtəlif dillərdə dəyişib, amma həmişə biz o institutda Energetika İnstitutu deyirik. Və Nurəli müəllim 5 il ərzində Energetika İnstitutuna rəhbər eləyib, o dövrdə də kifayət qədər ciddi məsələlər ortaya qoyulub və enerji sisteminin imkanlarıyla bağlı həqiqətən Azərbaycan üçün ümumiyyətlə çox ciddi məsələlər ortaya qoyulub. Və bir müddət Nurəli müəllim İqtisadiyyat Nazirliyində işləyib və orada strateji məsələlərin həlli üçün nazirin müşaviri və eyni zamanda bir müddət strateji inkişaf şöbəsinin müdiri işləyib və eyni zamanda demək Cənab Prezidentin sərəncamı ilə Azərbaycanda bərpa olan enerji agentliyinin demək sədrinin müavini vəzifəsində çalışıb. Və tale ilə gətirib ki, biz Nurəli müəllimlə eyni gündə Azərbaycan Respublika Prezidentinin sərəncamı ilə biz əməkdar elm xadimi adına layiq görülmüşük. Və bu da həqiqətən talenin bir demək təsadüfüdür. Və demək bu istiqamətdə mənim deyəcəyim ondan ibarətdir ki, Azərbaycanın enerji sektorunda, istərsə də onun iqtisadiyyatın inkişafında heç mübaliğəsiz demək olar ki, Nurəli müəllimin kifayət qədər böyük dəstək xətti var. Tələbələri kifayət qədər bu imkanları indi irəli aparırlar. Nurəli müəllimin elmi fəaliyyətinin kənarları müxtəlifdir. O, enerji sisteminin dinamik inkişafınla bağlı, onun texnoloji inkişafınla bağlı ilk illərdə apardığı tədqiqatlar son demək 10 ildə daha çox enerji sistemin effektiv fəaliyyəti, enerji sistemin menecmenti, enerji sistemin enerji effektivliyi, mən deyərdim ki, enerji iqtisadiyyatının inkişafınla bağlı kifayət qədər samballı məqalələrin, samballı ədəbiyyatların müəllifidir. Nurəli müəllimin bir neçə xarakteri var, hansı ki, mən o xarakterə özüm də həsəd aparıram. İş növbədə o əməkdir, demək məhsuldarlıqdır və vaxtın səmərəli istifadə olunmasından bağlı. Bir neçə dəfə dəvət etmişik, hər hansı bir tədbirdə iştirak edək. Deyib ki, mənim dərsim var. Dərsini başlayar və heç bir zaman o dərsi yarımçıq qoymaq o adamın xarakterində deyil. Mən heç inanmıram ki, Havaxson Nurəli müəllim dərsi yarımçıq qoysun və yaxud dərsə getməsin. Ən vacib tədbir olsa belə mütləq şəkildə o dərsinə, əgər o dərsi varsa, onu etməlidir. Seminarı varsa, onu etməlidir. Aspirantlarla o qrafikləri dəqiq aparmalıdır. Öz doktoratlarından, tələbələrindən. Və bu məsələdə demək, mən fikrimi Nurəli müəllim haqqında çox danışa bilərəm və energetika sistemləri haqqında, energetikanın büyük tələbatı haqqında məndən sonra danışacaqlar. Kifayət qədər imkanları açacaqlar. Amma mənim deməyim ondan ibarətdir ki, bugünkü texnoloji inkişaf vəziyyətində enerji sektoru digər sektorlar üçün əhəmiyyətli bir sektordur. Bugün əgər biz baxsaq, hər hansı bir məsələni etsək, yəni özümüzə bir sual versək ki, bugün bizim iqtisadiyyatımız və insan üçün birinci lazım olan nədir? Heç mübaliğəsiz mütləq şəkildə enerjinin birinci olduğunu biz anlamına gəlməliyik. İkinci bizdən soruşsalar, daha nə lazımdır? Yəqin ki, biz mütləq şəkildə interneti ortaya qoyacaq. Yəni, internet olmalıdır ki, bu işlər getsin. Üçüncü nə olsa bizə sual versələr, yəqin ki, biz daha çox insan faktorunu ortaya qoyacaq. Bu məsələdə, yəni, demək, Nurəli müəllimin də fəaliyyətin əsas istiqamətləri, bayaq dediyim qədər, kibernetik energetikdir Nurəli müəllim. O nöqteyi nəzərdən bu üç komponenti özündə birləşdirir və demək olar ki, yəni, bugünkü bizim texnoloji inkişaf üçün çox ciddi bir məktəb formalaşdırıb və biz bu məktəbin davamçılardan, onun tələbələrini və demək, başdan Nurəli müəllim olmaqla təbrik edirəm. Nurəli müəllim sizə yaradıcılığınızda, ailə həyatında sizə uğurlar arzulayıram. Sizə bundan sonra da möhkəm can sağlığı
və bizim energetikanın, iqtisadiyyatın inkişafında sizə uğurlar arzu edirəm. Təşəkkür edirəm, çox sağ olun. Bir imkan olsa Nurəl müəllim, sizə bir hədiyyəmiz var, onu da sizə verək. Bu şəkil mənim müşahidəmə görə Nurəl müəllimin ən çox xoşladığı şəkildir. Təşəkkür edirik Vilayət müəllim. İndi isə çıxış üçün söz verilir Fizika İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti akademik Arif Həşimova. Buyurun Arif müəllim. Çox sağ olun söz verdiğiniz üçün. Hörmətli Vilayət müəllim, hörmətli Bakı Dövlət Universitetinin rektoru Elçin müəllim, hörmətli Natiq müəllim, Azenerjinin prezidenti Baba müəllimin təmsilçisi və Azenerjinin bu adı tez-tez çəkiləcəkdir. Ona görə Natiq müəllim sizdə təqdim etməliyəm. Hörmətli müəllim professor heyəti, hörmətli tələbələr, xanımlar və cənablar. İcazə verin, bugünkü mötəbər məclisə məni dəvət etdiklərinə görə universitetin rəhbərliyinə təşəkkürümü bildirim və mənə belə bir auditoriya verdiklərinə görə ki, keçən əsrdə baş verən hadisələrdən bir neçəsini sizin xatırladım. Niyə keçən əsr deyirəm? Bayaq Vilayət müəllim bəzi şeyləri dedi. Bunlar hamısı keçən əsrdə baş vermiş hadisələridir. İndiki əsrdə və yəqin ki, çıxışımın sonunda deyəcəm, indiki əsrin enerji sistemi ilə keçən əsrin enerji sisteminin arasında yerlə göy qədər fərq var. İndi bizim enerji sistemlər ümumiyyətlə tamam başqa enerji sistemlərdir. Ancaq qısa tarixi kadr hazırlığı məsələsindən söhbət gedirsə, mən bunların bir neçəsini xatırlatmaq istəyirəm. Onlar nədən ibarətdir? Bayaq dedi Nurəl müəllim, sizi mən təbrik eləmişəm, yenə də eləyəcəyəm. Ancaq tezim 60-a gəlib tez satmağınız biraz tez oldu. Hələ bir neçə illər keçməliydi ki, gəlib satasınız. Çünki yaradıcılığın çiçəklənən dövrüdür. Bilirsiniz ki, 40 yaşdan 75 yaşa qədər adamın ən yaxşı yaradıcılıq dövrü hesab olur, sonrası başqadır. Deməli, kadr hazırlığını başlayanda Azenerjinin enerji sisteminin keçmiş SSR dövründə formalaşmasında bayaq Vilayət müəllim, mənim müəllimim, hamımızın hörmətçisi, görkəmli alimimiz Zuvarlının adını çəkdi. Deməli, Zuvarlı o vaxtki azini bitirdikdən sonra ilk fəaliyyətinə Azenerjidə başlamışdı. O vaxt Azenerjidə deməli, Sramyatnikov adlı bir energetik işləyirdi. O Sramyatnikov sonra SSR-nin baş energetik, Nazirliyin baş energetik olmuşdu. O da Zuvarlı da onun yanında laboratoriyada işləyəndə Keynə Kraysın stansiyası var idi. İndi onu Azenerji muzey kimi eləyib, saxlayır bir hissəsini. Orada böyük laboratoriya düzəltdilər və enerji sistem adı o dövrdə həmən laboratoriyada formalaşmağa başlamışdı. Bunları mən niyə deyirəm? Çünki biz onun tarixi haqqında Sramyatnikova həsr olunmuş konferanslar keçirmişdik, məqalələr vermişdik. Onlar hamısı oradan götürülmüş sənədlərdir. Deməli, o vaxt Azərbaycanda formalaşan enerji sistemi SSR enerji sistemində də formalaşmağa başladı. Çünki eyni mənbədən idarə olunurdu. Eyni zamanda kadr məsələsinə gələndə o dövrdən başlayaraq ilk energetik kadrların demək olar ki, əksəriyyətin hazırlanmasında Azərbaycan alimlərinin, Azərbaycan müəllimlərinin rolu böyük olmuşdu. Həm AZI, sonradan isə bizim gördüyümüz texniki universitet, mən həmişə bura politexnik deyirəm, ona görə ki, yaddaşımızda keçən əsrdən qalandı və böyük rolu olmuşdu. O vaxtki Zuvarlıdan başqa alimlərimizdən özdə o vaxtın alimləri belə idi ki, o vaxt yaradanlar təkdə elmi tədqiqatla məşğul olmaq, istehsalatla məşğul olmaq yox, mütləq onların mühazirələri də olurdu
universitetlərdə. Mənim yaxşı yadımdadır, akademik Azad Əfəndizadə həm Energetika İnstitutunda işləyirdi, həm AZİ-də pedaqoji fəaliyyətlə məşğul olurdu. Akademiyamızın müxbir üzvü Firidun Hüseynov həm pedaqoji məşğul olurdu, kafedra müdürü idi, həm də obrisini eləyirdi. Böyük kadr hazırlanmasında çoxlu kadrları var. Eyni zamanda akademiyamızın müxbir üzvü Əlizadə, Ağa Səməd müəllim Əlizadə uzun müddət Politexnik İnstitutda kafedra müdürü olmuşdu, səhv eləməmişəm, Elektrotexnika kafedrasının müdürü olmuşdu, eyni zamanda da Energetika İnstitutunun direktoru olmuşdu kadr hazırlığında. Ondan sonra bu universitetin müəyyən müddət rektoru olmuş Mirzə müəllim Baqirov, özü energetikidir və Cuvarlının ilk aspirantlarından biri idi. Cuvarlının iki aspirantı vardı. Biri Məhəmməd Yarov'udur, birinci aspirantlardan. İkincisi Mirzə Bağırov'udur. Mirzə Bağırov deməli o vaxt gedib Krijanovski İnstitutunda ilk namizədlik dissertasiyasını müdafiə edib gəlmişdi. Energetikdə sonra burada işləyib kadr hazırlığına məşğul. Bir də mən mütləq buyurun onun adını deməliyəm. Sizdə Tofiq Məmmədov vardı. O Cuvarlının deməli rekomendasiyası ilə göndərilmişdi Moskvaya Krijanovski adına instituta, aspiranturaya. O vaxt Energetika SSR-də rəhbərlik edən Popkovun aspirantı olmuşdu. Və deməli tək harmonikalı keçid proseslərinin hesablanmasında çox gözəl işləri vardı. Heç də təsadüfi deyil ki, deməli Dalginov vardı, onun kitabı var, Texnika Vysokih Напряжения, Yüksək Gərginlik Texnikası kitabı. Həmən kitabda onun familiyası da, bax sizin universitetdə uzun müddət kafedra müdürü olmuşdu, onun da familiyası var və onun gördüyü işlərə də orada istinadlar vardı. Bunlar hamısı tarixin o qısa səhifələridir. Mən çox vaxt alıb bunların hamısını danışmaq istəmirəm. Ancaq elə gəldi ki, bu məsələləri mən mütləq burada qeyd etməliydim. Çünki ola bilsin ki, çoxların da adını çəkmədim. Akademiyamızın müxbir üzvü vardı, Yaqub Qədimov. Əgər xatırlayırsınızsa, ilk dəfə bu universitetdə elektrik maşınları kafedrasını yaratmışdı və xeyli kadrlar hazırlamışdı. O, eyni zamanda da Energetika İnstitutunda laboratoriya müdürü işləmişdi və s. Deməli, bu universitetlə energetiklərin arasında olan vəhdət, birgə fəaliyyət uzun müddətli, yəni keçən əsrdən başlanıbdır. İndi də o, mənə elə gəlir ki, daha yaxşı təmsil olunur. Çünki burada Nurəli müəllim onların davamçısı kimi gəlib və vilayət müəllim demək istəmirəm. Çünki vilayət müəllim bunlar işləri bayaq özü qeyd etdiyi kimi ilk dəfə energetika Azərbaycanın o çətin dövrlərində energetikanın o yol xəritəsini hazırlayardı. Vilayət müəllim icazə versəniz o sizin hesabatı mən yol xəritəsi deyərdim. O hazırlamış yol xəritəsinin hazırlayanlardan biri idi. Və nəhayət enerji sistemində gedən proseslərin hamısını analiz etmək, onların nəticələr çıxartmaq, sistemi istismar etmək elə belə adi məsələlərdən deyildi. Ancaq bunların hamısı bizim gözümüzün qarşısında olmasa da o dövrün bir hissəsini görmüşdü. Ancaq bir məsələni qeyd edeyim ki, o vaxtki deməli mənim qeyd etdiyim o karifeylərin xoşbəxtliyi ondan ibarət idi ki, həmən proses onların dövründə inkişaf eləməyə başlanmışdır. Niyə deyirəm? Məsələn, 110 kilovoltluq xətlər. O vaxt 110 kilovoltluq xətlər, 220 kilovoltluq xətlər təzə başlayırdı. Bilirsiniz, birinci dəfə 220 kilovoltluq xətlər Mingəçevir elektrik stansiyası tikiləndən sonra başlamışdı. Başlayırdı Mingəçevirdən gedib ta ki, Qərbi Azərbaycana kimi çıxmışdı 220 kilovoltluq. İlk dəfə onların dövründə onları özləri yaradırdılar. Nəhayət, ondan sonra 330 kilovoltluq xətlər gəldi. Yenə onun yaradılmasında o alimlər iştirak edirdi. Onların mövzusunu elə bilin ki, təbiyyət, cəmiyyət özü gətirib ortaya qoyurdu. Çünki həm də dövlət tərəfindən sifarişlər gəlirdi, onlar yerinə yetirir. Nəhayət 500 kilovoltluq xətlər. Birinci dəfə 500 kilovoltluq xətlər o vaxtı Kuybişev, indi bilmirəm o şəhərin adını nə qoyublar. Oradan Moskvaya gedib çəkəndə 500, əvvəl çəkmişlər 400 kilovoltluq xət, sonra onu elədilər 500 kilovoltluq xət, izolyasiya görə deməli imkan verirdi. Hətta Paxmutova vardı bəstəkar, ona bir mahnı yazmışdı ki, elektrik xətti dayaqlar Kuybişevdən Moskvaya addımlayırlar, gedirlər. Belə o vaxt bunlar hamısı gedirdi.
O 500 kilovoltluq xətlərin Mingəçevirdən Bakıya çəkilən 500 kilovoltluq xətlərdə Azərbaycan alimləri də, Azərbaycan İnstitut da iştirak edirdi. Onların hesabatlarını biz aparırdıq. Xeyli orada səhvlərə yol vermişdi. İndi də o səhvləri biz özümüz hiss edirik. Məsələn, orada o raşipleniya fazların parçalanması var. Çünki 3 dənə olanda 3 buzaqda hesabat çətin olurdu. Asan da olsun keçirdi 4 buzağa ki 90 dərəcəli buzaqda sinüs kosinüs hesablama asan da olur və s. belə şeylər vardı. Ancaq yaxşı ki bunlar vardı. Biz onların hamısını hesablayanda bunları öyrənə bilirik. Sonra bayaq vilayət müəllim qeyd elədi 750 kilovoltluq xətlər inkişafında bunları iştirak edirlər. 1050 kilovoltlu, 1500 kilovoltlu sabit səriyən xətti plus minus 750 kilovoltluq bunların hamısının üzründə onların iştirakı vardı. Və nəhayət bir də qeyd edeyim, bizim energetiklərin ən böyük iştiraklarından biri oldu ki, o vaxtı deməli sabit səriyən çevirici patistansiyalar yoxdur. Azı dünyanın bir-iki yerində idi. İlk dəfə SSR ilə Finlandiya arasında quruldu. 330 və 400 kilovoltluq xətlər arasında. Onun da yaradılmasında iştirak edənlərdən biri də bizim Azərbaycan energetikləri, alimləri iştirak edirlər. Və orada belə bir vəziyyət yaranmışdı. Çox vaxt alırım, bitirirəm. Belə bir vəziyyət yaranmışdı ki, deməli, orada çevirici transformatorların, deməli, SSR-nin transformatorlarının, deməli, neytralının izolyasiyası bütün 110-da da, 220-də də, 330-da da hamısı 35 kilovolta hesablanmışdılar. Ancaq Finlandiyanın sıfır ardıcılıqlı müqaməti ilə bizimkinin müqamətin müqayisəsində bu gərginlik sinifi keçmirdi. Onda gələk xarici transformatorları sifariş verilərdi və yaxud da izolyasiyası gərginliyə tabiyyətən transformatorlar düzəldilərdi. Bunlar olmasın deyə yeni bir deməli bir sistem işləmək lazımdır. Neytralın torpaqlanması. Onu da bilirsiniz ki, onun neytralın torpaqlanması üzrə bayaq vilayət müəllim dedi, o dövlət mükafatı bir də 26-nı aşağıdır, bir də dozasını qaldırmaq lazımdır. O sistemdə Zuvarın rəhbərliyi altında biz Azərbaycanda işlənmişdi o proseslər və onun sayəsində həmən transformatorlar artıq SSR-in öz transformatorlarını quraşdırmaq mümkün oldu. Yeni torpaqlama sistemi işləndi və bunlar da istifadəyə verildi. Bunları deməkdə məqsədim oldu ki, bu proses indi də davam edir və indi ki, enerji sistem transformasiya nəticəsində o qədər dəyişilibdir ki, əvvəlki enerji sistemlərdən tamamilə fərqlidir. Nurəli müəllim mənim yadımdadır. Mən Azenerjiya institutu qutarandan mən diplom kimi Azenerjidə yazmışam 71-ci ildə. Ondan sonra həmişə Azenerjiya gedib gəlirdim. Bir dəfə Azenerjiya gedəndə bu dispetçerdə çox məsuliyyətli vəzifədir. Deməli, 2-ci Dünya müharibəsində enerji sistemin dispetçerləri xüsusi orqanlar tərəfindən qorunurdu. Və onlara xüsusi maşın olmayanda faytonsa da ayrılmışlar ki, bunları mənə duvarlı deyirdi. Faytonsa da ayrılmışlar ki, onlar heç kiminlə təmasda olmasın, çünki hərbi zavodların da elektrik təsisatını pozmaq olmaz. Nəysə, Nurəli müəllimlə orada biz tanış olanda, sonra baxdıq ki, biz hər tərəfdən çox yaxınıq. Biraz söhbətdən sonra dedim ki, Nurəli, burada belə bir məsələ var. O vaxtda, indi də Azenerjidə görülən bütün proseslər, enerji sistemi elə bir prosesdir ki, sırf elmi tədqiqat laboratoriyası. Orada hər gün görülən işlər, adi mühəndisin gördüyü işlər elmi yenilikdir. İndi bir-iki misal deyəcəm. Bu dəqiqənin özündə Azenerjidə gedən proseslərin hansı nöqtəsində baxsanız, görəsiniz ki, orada müəyyənə qədər elmi yaradıcılığı işi var, mütləq yaradıcılığı yanaşma tələb edir. Bu dövrdə müəllimin bəzi işlərinə baxanda dedim, bunları burada hamısını elə dəftərə yazıb oradan ora verirsiniz. Bunu ümumiləşdirib elmi iş qoymaq lazımdır ortaya. Nəhayət, müəllim dedi, çoxdan fikirləşdən, bəlkə də ürəyində vardı, fəaliyyətə başladı. Vilayət müəllim qeyd etdiyi kimi, tez bir zamanda vilayət müəllim deyən kimi 26-dan da keçdilər, lap tez. Hamısının həm namizədli, həm doktorluq dissertasiyası ki, hazır materiallar Azenerjidə vardı. Prosta onları başa düşüb, qavrayıb, istifadə eləmək lazım. Odan ürəyir. Və Nurəli müəllimin də bir xüsusiyyəti, Elçin müəllim burada olmağından istifadə edib demək istəyirəm. İlk dəfə olaraq o vaxtı deməli, təbiət hadisələri ilə enerji sisteminin bir-birindən asılı olmasını
Elçin müəllim dedi ki, onlar baxıb proqnozlarla deməli təbiətdə gedən, günəşdə gedən partlayışlar və bunların hamısının enerji sistemə təsirini ölmək lazımdır. Nəhayət əlaqələndirdim Nurəli müəllim. Biz üçümüz bir yerdə belə bir işi elədik. Və sonradan bayaq sizin xatırlatdığınız o qəza vaxtı deməli 500 kilovoltun xəttin açılmasına səbəb ondan alınmışdı. Həmən nəticələrin sayəsi. Çünki Nurəli müəllim xatırınızdadırsa, elə vaxtlar olur ki, deməli avtomatik təkrar qoşma avtomatının ikinci dəfə qoşulma müddətini tənzimləmək lazımdır həmişə. Onu bir dəfə qoyub, olmaz elə bu saniyə ərzində xətt asılıbsa vurulmalıdır. Hadisələrdən asılı olaraq. Sonra orada müəyyən direktiv sənədlər hazırlandı və o vaxt həmin təkrar qoşma avtomatının vaxtı dəqiqləşdirildi. Və nəhayət indiki dövrdə də bu kadr hazırlığında çox yaxşı ki, Nurəli müəllim və bu kollektiv iştirak edir vilayət müəlliməsinin rəhbərliyi altında. Çünki bayaq qeyd etdim ki, enerji sistemdə indi o qədər yeniliklər tətbiq olunub ki, həm intellektual sistemlər, həm idarə etmə sistemdə, həm özünü dərk edən avadanlıqlar. Məsələn, ilk dəfə az enerji sistemində, yəni Cənubi Qafqazda olmayan, heç İranda da olmayan, Türkiyədə olmayan, öz-özünü tənzimləyən, kompensasiya edilən reaktorlar ikisi quraşdırılıb birdən belə. Bu böyük bir texniki hadisə idi. Bu sistemdə artıq sistemin elə bir idarə etmə sisteminə gətirib satılıb ki, başqa idarə etmə sistemlərini də bundan uzlaşdırmaq. Belə yeniliklər çoxdur enerji sistemində. Və nəhayət indi artıq bu bərpa olunan enerji mənbələrinin sistemə inteqrasiyası gəlib çıxanda bunları da uzlaşdırmaq xeyli problemlər var, yəqin ki, hamısını da bilirsiniz. Nəhayət indi bu dəqiqə ən böyük layihələrdən biri Baba müəllimin təşəbbüsü ilə, Azər Enerjinin prezidenti Baba Rızayevin təşəbbüsü ilə yeni deməli ilk dəfə olaraq böyük bir layihə həyata keçirilir. Azər deməli Mingəçevir Dövlət Rayon Elektrik Stansiyasının 2 bloku modernləşdirilir. Yeni qaz turbin sistemlərə keçməsinə əlaqədar olaraq yeni bir möhtəşəm layihə həyata keçirilir. Bu da sistemin yeni transformasiyasını gətirib çıxacaq. Onun yeni kadrlar lazım olacaq. Mən əminəm ki, bu kadrların hazırlanması bu universitetlər, digər universitetlər enerjidə bir yerdə həyata keçirilir. Və nəhayət hamınızı bir daha salamlayaraq Nurəli müəllim sizi təbrik edirəm. Bu təbrik təkcə bizim Hülyara yox, eyni zamanda bütün kollektivə düşür. Çünki həm insanı formalaşdıran, bütün bu yaradıcılığı gətirib çıxardan tək yox, mühitdən asılıdır. Elm, yaradıcılıq, mühəndislik mühit tələb edir. O mühit olanda inkişaf da olur. Və o mühitdə yaradanlar sizlərsiniz. Sizləri də təbrik edirəm, hamınıza göz aydınlığı verirəm. Müəllim, bağrıma basıb öpürəm və mən əminəm ki, gələcəkdə də götürdüyünüz bu yaradıcılıq tempi uğurla davam edəcəkdir. Diqqətinizə görə çox sağ olun. Çıxışınız üçün sizə təşəkkür edirik Arif müəllim. Növbəti çıxış üçün söz verilir Bakı Dövlət Universitetinin rektoru hörmətli Elçin Babayevə. Buyurun Elçin müəllim. Hörmətli professor müəllim heyəti, hörmətli yubilyar, mən çıxış etməyəcəm, sadəcə çox qısa 5 dəqiqəlik. Mən əvvəla bu cür xoş bəhanələrdən istifadə edib bu cür seminarların və digər elmi tədbirlərin keçirilməsini çox təqdirə layiq bir məsələ hesab edirəm. Çünki bizim işimiz ölkə üçün kadr hazırlığıdır və bu kadrların keyfiyyətindən isə təbiidir ki, ölkənin həm iqtisadiyyatı, həm rifah alı mütləq dərəcədə asılıdır. Mən burada iştirak etməyimin də təbii bir neçə səbəbi var. Bunları mən bir-bir demək istəyirəm. Arıcılıq vacib deyil. Əvvəla qonşuyam, çünki biz qonşuluqdayıq, bir məhəllədə yerləşən 2 universitet. İkincisi, kadr hazırlığı məsələləri təbii ki, bizim üçün də çox vacib bir elementdir və mən bu məsələyə qayıdacağam. Üçüncü də Nurəli müəllimdən bizim burada artıq Arif müəllim qeyd etdi, bircə elmi tədqiqat işlərimiz olubdur və bu da təbii ki, çox vacib məsələlərdən biridir. Energetika çox vacib bir sahədir. Enerjinin istehsalı nə qədər vacibdirsə, bəlkə də bu işin yarısı hesab oluna bilər, amma işin digər mühüm bir hissəsi
həmin enerjinin istehlakçıya çatdırılması, onun itkilərin qarşısının alınması, qəzaların qarşısının alınması və planlaşdırmanın düzgün aparılmasıdır. Çünki bunun özü böyük bir elm sahəsidir. Bəlkə də kiməsə bu biraz metodoloji iş görünə bilər, iş kimi. Amma əslində çox vacib bir məsələdir və bu mənada əlbəttə kadr hazırlığı çox qarşımızda duran vacib məsələlərdən biridir və bu istiqamətdə işlərin aparılması bizi sevindirir. Bakı Dövlət Universitetinin də bilirik ki, bir çox əməkdaşlığı məzunları bu istiqamətdə çalışırlar. Çünki müasir dövr, burada hörmətli həmkarım öz çıxışında da qeyd etdi, artıq kibernetika, yəni düzdür, hətta o termin özü də aradan çıxır, yəni rəqəmsal bir dövrdür və mütləq şəkildə bunlar bir-birinə bağlanmalıdır və bizdə də müvafiq fakültələr vardır. Energetikanın mühüm rolu elə ondan görünür ki, möhtərəm cənab prezident İlham Əliyev hər il bu sahəyə kifayət qədər investisiyaların qoyulması, bu sahənin inkişafı üçün maliyyə vəsaitinin ayrılması, kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilir və tək klassik ənənəvi enerji istehsalı yox, eyni zamanda da müasir dövrə çağırışlarına cavab verən enerjinin istehsalı və xüsusilə də alternativ bərpa olunan enerji və burada nədənsə yaddan çıxdı, Nurəli müəllimin həmin o agentlikdə işləməyi də qeyd olunmalı idi və uzun müddət həmin agentliyin ayağa qalxmasında onun xüsusi xidmətləri olubdur. Və bir məsələni də mən ikinci dediyim hissəylə bağlamaq istəyirəm ki, enerjinin çatdırılması və Arif müəllim qabaqladı. Bu məsələ əslində multidisiplinar və interdisiplinar belə bir xarakter daşıyan məsələdir və yəqin ki, çoxlarınız kosmik hava haqqında eşitmişsiniz. Bu termin özünə vəsiqə qazanıbdır həyatda. Bu yer ətrafı fəzada baş verən proseslərin, fiziki proseslərin yer ətrafı fəzada və yer üzərində olan müxtəlif proseslərə, o cümlədən də enerji nəqli proseslərinə təsiri ilə bağlı böyük bir fiziki, geniş bir fiziki prosesləri əhatə edir və iş elə gətirdi ki, elə Arif müəllimlə söhbətdən sonra biz bu məsələni birlikdə qoymağa çalışdıq və bəxtimiz onda gətirdi ki, həmin dövrdə Nurəli müəllim dispetçer idarəsində çalışırdı və böyük bir verilənlər bazasını götürdük. Bazanı götürmək bir işidir, amma bazanı, siz yəqin ki, bazalarla işləyənlər bilir ki, onu təmizləmək ən çətin məsələdir, dırnaqarası təmizləmək. Və ondan sonra ciddi şəkildə biz analiz apardıq. Yadınızdadırsa, ən sonuncu geomagnet qasırğası 3-4 gün bundan qabaq oldu, bayram günlərində və KP indeksi, planetar indeks 9 maksimumdan bu artıq 8-ə çatmışdı. Qütb parıltılarından tutmuş da yerüstü sistemlərdə, hətta kosmik gəmilərin orbitində deməli, müəyyən qədər o sarsıntılara kiçik də olsa gətirib çıxarır və ya qısa müddətli sönmələr, elektromaqnit siqnallarında və s. Uzun sözün qısası, nəticələr o qədər yaxşı oldu. Bir neçə yerdə hətta məruzə etdik biz bunu və hətta sonuncu uğurumuz Yunanistanın Kapadastriyan Universitetinin mükafatını aldı və bir neçə deməli xarici jurnalda nəşr olundu. Bunlar deməkdə məqsədim onu göstərməkdir ki, kadr hazırlığı məsələlərində bizim hamımızın kəsişmək imkanlarımız var, manevr imkanlarımız var. Bundan düzgün istifadə etməyə dəyər. Belə baxanda astrofizik hara, energetik hara, amma görürsünüz ki, deməli, məsələ gəlir və mən bizim digər bir astrofiziki də burada görürəm, Vaqif müəllimi. Onun özü də bir çox
bu cür multidisiplinar məsələlərlə məşğul olubdur. Mən ürəkdən təbrik edirəm və çox istərdik ki, bu cür seminarlar, indi burada maraqlı məruzələr mən görürəm, Azərenerji, Azərişıq, bu məsələlərdə harada mümkündürsə biz əməkdaşlığı daha da gücləndirək. Çünki əməkdaşlıq müxtəlif səviyyələrdə vardır. Nurəli müəllim, yubileyiniz mübarək olsun. Kadr hazırlığı işində mən uğurlar arzu edirəm hamımıza və fürsətdən istifadə edərək Vilayət müəllimlə bugün doğum günü münasibətindən təbrik edirəm. Sağ olun. Çox sağ olun, təşəkkür edirik Elçin müəllim. Hörmətli seminar iştirakçıları, indi isə müasir energetikada kadr hazırlığı məsələləri mövzusunda çıxış üçün sözü Azərenerji Açıq Səhmdar Cəmiyyətinin İnsan Resursları Departamentinin direktoru Natiq Abbasova verirəm. Buyurun, Natiq müəllim. Söz verdiyiniz üçün təşəkkür edirəm. Hörmətli Vilayət müəllim, hörmətli Yubiley Nurəli müəllim, hörmətli rektorlarımız, hörmətli Arif müəllim, hörmətli professor müəllim heyət, hörmətli tələbələr, hamınızı Azərenerjinin prezidenti Baba Rızayevin adından salamlayıram. Baba müəllim özü bu tədbirdə iştirak eləmək niyyətində idi, istəyində idi. Amma əvvəlcədən planlaşdırılmış bir tədbirlər olduğuna görə onu mən təmsil etmək məcburiyyətində qaldım. Baba müəllimin təbriki var Nurəli müəllimə. Mən istəyirəm ki, ilk öncə onu oxuyum. Çünki Nurəli müəllimin bugün 60 illik yubileyinin bir hesabat ilidir. Bunun 60 illiyin 30 ildən çoxunu Azərenerji ilə bağlıdır, enerji sistemlə bağlıdır. Onun həm həyatının, həm əmək fəaliyyətinin demək olar ki, Azərenerji ilə bağlı olan çox böyük hissələri var. Ona görə Azərenerji rəhbərliyi adından mən onun təbrikini çatdırmaq istəyirəm. Azərbaycan Texniki Universitetinin Tədris İşləri üzrə prorektoru, Texniki Elmlər doktoru, professor Nurəli Yusuf Bəyliyə. Hörmətli Nurəli müəllim, həyatınızın əlamətdar hadisəsi 60 illik yubileyiniz münasibətilə sizi ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram. Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyənləşdirdiyi və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yeni mərhələdə uzaqgörənliklə həyata keçirdiyi elm strategiyası bu vacib və əhəmiyyətli sahənin müasir dövrün çağırışlarına uyğun inkişaf etdirilməsinə geniş imkanlar yaradıb və yaratmaqdadır. Siz tanınmış alim kimi özünüzün yüksək istedadınız, elmi praktiki potensialınızla bu sahənin tərəqqisinə yorulmadan gərgin əmək sərf edirsiniz. Uzun illər bir sıra dövlət qurumlarında məsul vəzifələrdə çalışaraq yüksək səviyyədə elmi təhqiqatlar aparmaqla yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğul olmuşsunuz. Sizin əməyiniz ali rəhbərlik tərəfindən ən yüksək şəkildə qiymətləndirilərək, ölkə prezidentinin sərəncamları ilə Azərbaycan Respublikasının əməkdar mühəndisi, əməkdar elm xadimi, eyni zamanda MDB-nin əməkdar energetika fəxri adlarına layiq görülmüşsünüz. Texniki elmlər sahəsində görkəmli alim, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Dissertasiya Şurasının sədri, bir sıra elmi təhqiqat institutlarının elmi şuralarının üzvü, eyni zamanda Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəzdində Dissertasiya Şurasının sədr müavini kimi siz məhsuldar əməyinizlə elmin və təhsilin inkişafına əhəmiyyətli töhfələr verirsiniz. Bir sıra kitabların, çoxsaylı elmi məqalələrin müəllifi olmaqla yanaşı, sizin səmərəli elmi təşkilatı və pedaqoji fəaliyyətiniz Respublikamızda və onun hüdudlarından kənarında yüksək qiymətləndirilmişdir. Siz hazırda Azərbaycan Texniki Universitetində təhqiqatların, elmi əməkdaşlığın, universitet sənaye işbirliyinin və tələbə-müəllim münasibətlərinin inkişafına mühüm töhfələr verməkdəsiniz. Hörmətli Nurəli müəllim, bu əlamətlər gündə sizi bir daha səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, ailə saadəti, elmi pedaqoji fəaliyyətinizdə yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. Hörmətlə Baba Rızayev, Azərenerji ASC-nin prezidenti. Bana icazə verin, təqdim edeyim. Baba müəllimin eyni zamanda həm adresatını təqdim edeyim, həm hədiyyəsi var. Təbii ki, vaxt bütün sahələr üçün önəmlidir, amma energetika sahəsində vaxtın önəmi daha bariz nümunə olduğuna görə Baba müəllimin hədiyyəsini çatdırmaq istəyirəm. Sağ olun.
kadr hazırlığı ilə bağlı bir neçə kəlmə danışmaq istəyirəm. Təbii ki, kadr hazırlığı ilə bağlı bizim bütün təhsil müəssisələrimiz ən əsas fəaliyyət, əsas istiqamət onlardadır. Ancaq Azərenerjinin də bu sahədə bir çox nailiyyətləri var. Biz 2019-cu ildə Nurəli müəllimlə Azərenerjinin kadr səviyyəsini, kadr potensialını monitorinq elədik. Bir 2 ay təxminən çəkdi. O zaman komissiyanın sədri hörmətli akademik Arif müəllim idi. Biz komissiyanın üzvləri, eyni zamanda Nurəli müəllimlə bütün Azərenerjinin strukturlarının hər bir sahəsindəki olan kadrları monitorinq elədik ki, bu yeni texnologiyaların tətbiqi, yeni çağırışlara bizim kadrlarımız cavab verə bilirmi? Bunu müəyyən elədik və bir nəticəyə gəldik ki, bizim Azərenerjinin özünün tədris mərkəzi yaradılmalıdır. Və Azərenerjinin prezidenti Baba müəllim tərəfindən çox böyük bir tədris mərkəzi yaradıldı. Bugün fəaliyyət göstərir. Energetika İnstitutunun tabeçiliyində böyük bir tədris mərkəzi yaradılıb, böyük bir tədris laboratoriyası yaradılıb. Bugün orada biz kadr hazırlığıyla, təbii ki, institutlarımızla birlikdə kadr hazırlığını həyata keçirdirik. Biz təxminən 4 il yarıma 1000-dən yuxarı energetik işə qəbul eləmişik. Təbii ki, bu energetiklərin işə qəbul olunmasında bizim tədris institutlarımızla böyük əməkdaşlıq olunur. Həm Texniki Universitetindən, həm Azərbaycan Dövlət Sənaye Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Baza Energetika Texnikumu ilə bunlarla böyük bir layihələrimiz olur. Onların sərgilərində iştirak edirik. Onların müəllim heyətlərindən istifadə edirik bizim tədris mərkəzlərində. Bu, təbii ki, bizim üçün çox önəmlidir. Azərenerjinin kadr hazırlığı, Azərenerjidə əvvəllər müəyyən olundu ki, demək olar ki, energetiklərin sayı çox azdır. Son 1000 nəfərə yaxın götürülmüş energetiklər artıq bizə imkan verir ki, bu yeni texnologiyaların inkişafında biz bunlardan istifadə edə bilək. Bunu da təbii ki, institutlarımız bizə kömək olacaq. Mən buradan da tələbələrimizi görürəm, çağırış edirəm ki, onlar bizə müraciət eləsinlər, eyni zamanda özləri də şəxsi təşəbbüs eləsinlər, həm bizim tədris mərkəzindən istifadə eləsinlər, həm bizim istehsalat sahələrində istehsalat təcrübələri keçə bilərlər. Bir daha Nurəli müəllim sizi təbrik edirəm, həm kollektivimiz adından, həm Baba müəllimin adından. Sağ olun, çox sağ olun. Təşəkkür edirik Natiq müəllim, çox sağ olun. İnnovativ enerji texnologiyalarının inteqrasiya şəraitlərində müasir kadr hazırlığının aktual məsələləri mövzusunda çıxış üçün sözü Azərişıq ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadəyə verirəm. Buyurun Araz müəllim. Çox sağ olun. Mən bütün Texniki Universitetin kollektivini başda hörmətli rektor Vilayət müəllim olmaqla təbrik eləyirəm ki, belə bir kadra malikdirlər və bu həm də gənc mütəxəssislərin yetişdirilməsində bir motivasiya vasitəsi kimi istifadə olunmalıdır. Çünki sizdə belə müəllim professor heyəti, yəni biraz bayağı da olsa stajlı, özünü təsdiq etmiş, enerji sistemdə, şəbəkələrdə öz sözünü demiş müəllim, professor heyəti var və bu həqiqətən də gənc nəslin yetişdirilməsində bir motivasiya aləti kimi istifadə oluna bilər. Mən əslində çıxış hazırlamışdım. İnnovativ texnologiyaların tətbiqi, onların tətbiqində yaranan problemlər, bu innovativ texnologiyaların istismarı üçün kadrların hazırlanması. Amma bəhanənizi alqışlayıram. Yaxşı bəhanədir, davamlı olsun və icazə versəz, mən çıxışçıların, daha doğrusu çıxış edən yoldaşlardan eşitdiyim məlumatların bir qısa xülasəsini nəzərinizə çatdırım. Məsələ burasındadır ki, Vilayət müəllimin də çıxışında, Arif müəllimin də çıxışında, digər yoldaşların da çıxışında bugün Azərbaycanda elektroenergetika sistemində
fəaliyyət göstərən pedaqoqların, həqiqi mənada pedaqoqların yetişdirilməsi üçün bu il 100 illik yubileyini qeyd etdiyimiz ümumilli lider Heydər Əliyevin böyük rolu olub və bu rolun həmin o kadr potensialının o dövrdə, birinci hakimiyyət dövründə yetişdirilməsində həm də bir vətənpərvərlik, ölkəni daha da zirvələrə qaldırmaq arzuları olub. Misal üçün, o dövrdə müstəqil elektroenergetika sisteminin yaradılması təşəbbüsünü irəli sürəndə ümummilli lider bir çox çətinliklərlə rastlaşmışdı. Onlardan biri də həmin bu müstəqil enerji sistemini istismar edə bilən kadrların olmaması bəhanəsi idi. Ona görə 70-ci illərdə xüsusilə elektroenergetika sahəsində belə bir kadrların, hansılar ki, öz sözünü istənilən tribunalardan deyə bilər, onların yetişdirilməsi üçün çox münbit bir mühit yaradıldı və o dövrün yaşımdan əvvəl olsa da, yəni mən də ədəbiyyatdan maraqlanıram, bu məlumatları alıram. Bu yaxınlarda da bizim Şuşa şəhərində Beynəlxalq Energetiklərin Şuşa Təşəbbüsü adlı bir beynəlxalq konferansımız keçirildi. Azər Enerjinin, Azər İşığın, ümumiyyətlə Azərbaycan elektroenergetika sahəsində çalışan mütəxəssislərin işlərini onlar yol boyu işğaldan azad olmuş ərazilərdə gördülər. Və əslində həmin o beynəlxalq konferansın mövzusu problemlərə həsr olunmuşdu, innovativ texnologiyaların tətbiqinə həsr olunmuşdu. Amma yol boyu gördükləri o qısa müddətdə həmin ərazilərin elektrik enerjisi ilə təmin edilməsi, eyni zamanda həm yəqin ki, məlumatınız var, Azər Enerji ildırım ötürmə trosları ilə rabitə xətlərini təmin edir. Azər İşıq da müasir yüksək gərginlikli kabel xətlərində optik lifli kanallardan istifadə etməklə həm yüksək sürətli rabitə xəttini, həm də elektrik enerjisini təmin edir. Vilayət müəllim çox doğru söylədi ki, istənilən sivilizasiya üçün həm bugünün tələbi olaraq həm elektrik enerjisi, həm də internet lazımdır. Bu iki zəruri təşkil edicini işğaldan azad olmuş ərazilərdə daha qısa müddətdə təmin etmək üçün hər iki müəssisə innovativ texnologiyalardan istifadə edir, innovativ həlləri tətbiq edir orada və bu istiqamətdə də kadrların hazırlanmasını mütəmadi olaraq təmin edir. Kadrların mənbəyi ali məktəblərdir. Peşə məktəblərindən də biz tələbələri, məzunları cəlb edirik, amma əsas aparıcı qüvvə ali məktəblərin məzunlarıdır. 70-ci illərdə əgər ümumi milli lider tərəfindən 6 kilovoltluq gərginlik sinfindən 10 kilovoltluq gərginlik sinfinə SSR-də ilk dəfə olaraq Azərbaycanda tətbiq olunub bu keçid aparılmışsa, hal-hazırda biz 10 kilovoltluq sistemdən, gərginlik sinfindən 35 kilovoltluq gərginlik sisteminə keçirik və bildirim ki, bir neçə ay bundan əvvəl bizim bax bu tribunada tələbələrlə görüşümüz olmuşdu, onlara film təqdim etmişdik. Qarabağın elektrik enerjisi ilə təmin edilməsi. Əslində biz orada təmiz, yaraşıqlı, gözəl elektrik veriliş xətlərini, yarımstansiyalar deyil, meşə şəraitində həmin o çaylardan elektrik xətlərinin çəkilməsini, bəzi yerlərdə əl ilə bu işlərin görülməsini təqdim elədik ki, bu bir o qədər də asan bir iş deyil. Və orada professorlarınızdan yadımda deyil, hansısa çox düzgün qeyd etdi ki, bu ağ vərəq üzərində adi bir xətdir. Amma onun arxasında böyük bir iş var, böyük bir əmək var, zəhmət var. 70-ci illərdə kadr potensialını, yəni müasir olan, daha yeni olan, hələ bu istiqamətdə təcrübəli peşəkarların olmadığı bir yenilikləri, nailiyyətləri elektroenergetika sahəsində tətbiq etmək ənənəsi əlbəttə ki, o dövrdə hazırlanmış kadrların hesabına bugün də davam elətdirilir. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bugün Qarabağda elektrik enerjisi ilə təmin olmayan rayonumuz yoxdur.
İslahatlar bugün də aparılır, yenidən qurma işləri, geniş miqyaslı yenidən qurma işləri aparılır. Paralel olaraq digər bir tərəfdən də bir həyəcan var. Həmin bu tətbiq edilən yeniliklərin, müasir texnologiyaların istismarı üçün kadr hazırlığıdır. Kadr hazırlığında hansı üsul vasitələrdən istifadə olunur, o barədə danışmaq istəmirəm. Sadəcə olaraq deyim ki, motivasiya gənc mütəxəssislərə düzgün qurulub, onların vətənpərvərlik hissi ilə bu sahələrə yiyələnməsi və gələcəkdə də bu işi layiqincə davam etdirilməsi üçün mütəmadi olaraq ali təhsil müəssisələri ilə, xüsusilə Azərbaycan Texniki Universiteti ilə bərabər paralel işlər aparılır. Müəyyən layihələrdə köməklik göstərirlər bizə, müəyyən çətin də olsa həlli olan məsələlərin həllində hörmətli Nurəli müəllim bizə yaxından dəstək olur, müəllim pedaqoji kollektiv ilə bərabər. Ona görə mən çıxışımı uzatmaq istəmirəm, bir daha deyirəm, çox gözəl ənənədir, mən bunun davam etdirilməsini istəyərdim və bir daha Nurəli müəllim sizi təbrik edirəm və ümidvaram ki, biz hələ çox uzun illər boyunca bu əməkdaşlığı, bu Azərbaycan uğrunda, ölkə uğrunda aparılan bu xoş məramlı işləri birgə davam elətdirəcəyik. Çox sağ olun, Nurəli müəllim. Bir də təbrik edirik. Sağ olun. Çox sağ olun. Təşəkkür edirik Araz müəllim. Professor Nurəli Yusifbəylinin elmi fəaliyyət istiqamətləri və kadr hazırlığındakı rolu mövzusunda çıxış üçün sözü Azərbaycan Elmi Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu MMC-nin şöbə rəisi Valeh Nəsibova veririk. Buyurun Valeh müəllim. Hörmətli vilayət müəllim, hörmətli Elçin müəllim, hörmətli Arif müəllim, hörmətli seminar iştirakçıları. Məndən əvvəlki bütün təbriklərə qoşuluram, öz səmimi arzularımı Nurəli müəllimə bildirirəm, ona uzun ömür, can sağlığı arzulayıram. Nurəli müəllim haqqında danışmaq, illah da ki, onun elmi fəaliyyəti haqqında danışmaq həm asandır, həm də olduqca çətindir. Çünki Nurəli müəllimin elmi fəaliyyət istiqamətləri çox şaxəlidir. Onun bəzisi haqqında deyərsən, bəzisi yaddan çıxar və biraz yaxşı alınmaz. Amma asan da ona görə ki, çox şaxəlidir. Hardan desən, ünvanına gedib çatar. Mənim Nurəli müəllimlə tanışdığım hələ 1989-cu ilə təsadüf eləyir. Bu bizim əyani tanışlığımızdır. Ancaq bizim qiyabi tanışlığımız isə daha əvvəlki illərə, 70-ci illərə təsadüf eləyir. Mən Cəbrayıl rayonundan Naxçıvana təsadüfən gedib çıxmışam və Nurəli müəllimin də oxuduğu eyni məktəbdə, orta məktəbdə. O dönəmin adı dillər əzbəri olan riyaziyyat müəllimi, Fərdə müəllimənin şagirdləri olmuşuq. Həm o, həm də mən. O məndən bir il əvvəl oxuyubdur və bu bir təsadüfdür. Amma fəlsəfədə belə bir şey var ki, hər təsadüflə zərurət qarşılaşdırılır və zərurətə üstünlük verilir ki, yəqin ki, burada bir zərurət varmış. Sonradan bizim həyat yollarımız yenə də paralel, demək olar ki, paralel gedirdi. Çünki Nurəli müəllim Kiyev Politexnik İnstitutunun Elektroenergetika Fakültəsinin elektrik sistemlərinin kibernetikası ixtisası üzrə oxumuşdur. Deməli, bu 80-86-cı illərdə baş vermişdir. Mən isə 81-87-ci illərdə Moskva Energetika İnstitutunun Elektroenergetika Fakültəsinin elektrik sistemlərinin kibernetikası ixtisası üzrə qutarmışam. Və oradan həmin ildən Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutuna işə düzəlmişəm. Və sonradan 89-cu ildə Nurəli müəllim dispeçer xidmətində fəaliyyətdə olduğu dönəmdə biz görüşmüşdük. Bizim Nurəli müəllimlə deməli, elmi fəaliyyətimizin başlanğıcı isə 95-ci ilə təsadüf eləyir. 95-ci ildə deməli, o zaman Azərbaycan Respublikasında enerji sistemlərdə problemlərin həlli üçün deməli, planirованный eksperimentin planlaşdırılması metodunun banisi deyə yaradıcılarından biri olan Orxan müəllimin rəhbərliyi altında bir məqalə çap olunmuşdu və bu məqalədə Nurəli müəllimin də iştirakı vardı, amma Orxan müəllimin istiqaməti üzrə idi. Məsələnin məğzi nədən ibarət idi? Deməli, sistem əmələ gətirən şəbəkələrdə transformasiya əmsallarının
optimallaşdırılma həyata keçirməkdən ötürü müəyyən diapazon çərçivəsində dəyişdirilməsinin alqoritmi və onun dəyişdirilməsi qanununun tapılması idi. Bu zaman əlbəttə ki, iki istiqamətdə işlər aparıldı. Yay rejimləri üçün transformasiya əmsallarının tapılması və qış rejimləri üçün transformasiya əmsallarının tapılması və onlardan istifadə üçün təkliflərin verilməsi. Özlüyündə Nurəli müəllim əlbəttə ki, çox böyük məktəb keçmişdir. Energetiklərə aid olan məktəb. Mən hesab edirəm ki, Nurəli müəllim eyni zamanda o dövrdə gənc kadrların hamısının bəxti gətirdi ki, Azərbaycan Energetika İnstitutunda Nurəli müəllim də bizim aspiranturanı oxuyubdu, mən də həmin aspiranturanı oxumuşam. Orada böyük alimlərin, sözün həqiqi mənasında böyük alimlərin məktəbini keçmişdir. O zaman bizim seminarlarımız çox qızğın müzakirələrin mənbəyi idi. Orada gənc kadrların öyrənib, görüb, götürə biləcəyi çox böyük imkanlar vardı. Görünür ki, Nurəli müəllim həmin imkanlardan böyük, eninə boluna yararlana bildi. O, onun özünün xarakterindən irəli gəlirdi. Və Nurəli müəllim çox bir qısa bir zamanda o məktəbdən götürdükləri dərsləri əks elədi, sistemləşdirdi. Analiz və sintezdən sonra artıq onun özü bir məktəbə çevrilibdir. Nurəli müəllim bizim institutda deməli yerinə yetirdiyi mürəkkəb enerji sistemlərdə deməli təsirləmənin avtomatik tənzimlənməsi qurğusunun qoyuluş qiymətlərinin idarə olunması istiqaməti üzrə kandidat namizədlik dissertasiya işini müdafiə etmişdir və bu zaman əlbəttə ki, hər bir enerji deməli, hər bir elektrik stansiyasının təsirlənmə sisteminin proporsional və yaxud da güclü təsirlənmə sisteminə malik olmasından asılı olaraq onların idarə etmə sistemlərinin qoyuluş qiymətləri rejimlərdən asılı olaraq dəyişdirilməlidir. Onun dəyişmə qanunları işlənilmişdir və uğurla deməli müdafiə olunmuşdur. Sonradan Nurəli müəllimin istiqamətləri, elmi istiqamətləri, enerji sistemlər tezliyin tənzimlənməsi, enerji sistemlərin rejimlərinin optimallaşdırılması, aktiv gücə görə optimallaşdırılması, yanacaq xərclərinin minimallaşdırılması nöqteyi nəzərindən, reaktiv gücə optimallaşdırılması, şəbəkələrdə itkilərin azaldılması nöqteyi nəzərindən geniş formatlı böyük tədqiqat işləri həyata keçirildi. Sonra ayrı-ayrı elektrik stansiyalarının dayanıqlığının saxlanılması məsələlərinin həllində Nurəli müəllim dəyərli işlər həyata keçirdi və ayrı-ayrı elektrik stansiyaları, aqreqatları və onların stansiyalar qruplarının dayanıqlığının saxlanılması, onların enerji sistemi rejimlərinin aparılmasındakı rolunun deməli, ortaya çıxarılmasındakı tədqiqat işləri sonradan onun doktorluq dissertasiya işinin əsaslarında özünü əks etdirdi. O, deməli, müasir şəraitdə spesial idarə etməsinin nəzəri metodoloji əsasları adlı doktorluq işini çox yüksək səviyyədə deməli, təqdim edə bildi və bu zaman Allah rəhmət eləsin, Rauf müəllim onun işini yüksək qiymətləndirdi və özü bildirdi ki, çox yaxşı, böyük gələcəyi olan kadrımız var. Çox şükürlər olsun ki, arxamız boş deyil. Mən qeyd etmək istəyirəm ki, Nurəli müəllimin fəaliyyət istiqamətləri, elmi fəaliyyət istiqamətləri çox tərəflidir, hər tərəflidir. Təsadüfi deyil ki, Nurəli müəllim bizim institutun direktoru olmuş 5 nəfər, ən azından 5 nəfər mən bildiyim, 5 nəfərlə həm müəllifi olduğu elmi tədqiqat işləri vardı. Onların adlarını xatırlamaq yerinə düşər. Bu rəhmətlik, əlbəttə ki, Asəf müəllim, onun elm məsləhətçisi idi, bu əlbəttə ki, bir yerdə olmalıydılar. Eyni zamanda rəhmətlik Kərim müəllim, adını çəkdiyim rəhmətlik Rauf müəllim, Allah canlarını sağ eləsin, Allah ömür versin, hörmətli Arif müəllim və Nərman müəllim. Və mən bu 5 adamın adını çəkməkdən məqsədim ondan ibarətdir ki, Nurəli müəllim hər sahədə, yəni bunlar ümumilikdə enerji sistemin rejimləri istiqamətlərində yönelir bu tədqiqat işləri. Ancaq Nurəli müəllim hər bir alimlə öz prinsipallığını qorumaqla dil tapmağı bacarır, öz mövqeyini ortağa qoymağı bacarır, öz tədqiqat işlərini ümumiləşdirməyi bacarır. Yəni böyüklə böyük kimi, kiçiklə kiçik kimi deməli işləri davam etdirməyi bacarır. Nurəli müəllim enerji sistemin hər gününə aid olan məsələlərlə məşğul olmağı bacarır. Yəni onun içərisində bir tədqiqat işi ortaya çıxarmağı bacarır. Eyni zamanda Nurəli müəllim Azərbaycan enerji sisteminin yaxın gələcəyində onu gözləyən məsələlər, onun vəziyyətinə aid olan problemlərlə də məşğul olmağı bacarır. Nurəli müəllim məsəl üçün bazar şəraitində keçid şəraitində, bazar münasibətlərinə keçid şəraitində enerji sistemdə əlbəttə ki, müxtəlif səviyyəli
ehtiyat gücün saxlanması, ehtiyat gücün hansı stansiyada saxlanması problemlərinin həllində çox maraqlı, çox özünə məxsus elmi nəticələr almışdır. Və bu, baxmayaraq ki, hələ də Azərbaycan enerji sistemində sözün həqiqi mənasında bazar münasibətləri deyək ki, hələ ki yoxdur, yox səviyyəsindədir. Ancaq növbəti addımımızda liberal bazar münasibətlərinə keçid qaçılmazdır və bu zaman bizim qarşımızda enerji sistemin qarşısında olası ehtiyat gücün saxlanması, xüsusən də fırlanan ehtiyat gücün saxlanması, istifadəsi zamanı xərclərin azaldılması ideologiyası, nəzəriyyəsi işlənmiş, tətbiq olunmuş və bu istiqamətdə Nurəli müəllimin tələbəsi, bizim yuxarı deməli, cərgədə oturan Rəna xanım elmlər namizədi dissertasiya işini həyata keçirmişdir. Nurəli müəllim, deməli, hal-hazırda Arif müəllim də qeyd elədiyi kimi, enerji sistem çox böyük transformasiya ərəfəsindədir. Nurəli müəllim enerji sistemimizə böyük həcmli bərpa olunan enerji mənbələrinin inteqrasiyasının hansı fəsadlara gətirib çıxara biləcəyi, hansı problemlərlə üzləşdirə biləcəyi, hansı tədbirlərin həyata keçirilə biləcəyi məsələlərindən kənarda qalmır. Bu işlərin birbaşa özəyində çıxış eləyir və ideologiyanın yaradılmasında deməli, yaxından iştirak eləyir. Nurəli müəllim əlbəttə ki, bərpa olunan enerji mənbələrinin penetrasiya səviyyəsindən asılı olacaq hansı tədbirlərin önləyici tədbirlərin həyata keçirilməsi, tədbirlərinin işlənməsi üçün Azərbaycan enerji sistemində bərpa olunan enerji mənbələrinin penetrasiya səviyyəsinin faiz dərəcələrinin qiymətləndirilməsi işlərini həyata keçirməkdə bizə ümumi rəhbərlik həyata keçirir. Onun dəyərli fikirləri önəmlidir və biz bu istiqamətdə ümid edirəm ki, yaxın gələcəkdə əldə oluna biləcək, hiss oluna biləcək nəticələr əldə edəcəyik. Eyni zamanda Nurəli müəllim daha qlobal problemlərə, enerji sistemin bugünü, enerji sistem, deməli, elektroenergetika sistemi, energetikanın tərkib hissəsi, energetika yanacaq enerji kompleksinin tərkib hissəsi, yanacaq enerji kompleksi isə ölkənin bütöv iqtisadiyyatının tərkib hissəsi kimi qlobal problemlərdə energetikanın yeri, alt sistemlərin üst sistemlərdə siqnalları, üst sistemlərin alt sistemlərdə siqnalları çərçivəsində bir kompleks iqtisadi modelin işlənməsi və energetikanın burada kompleks yerinin təyin olunmasında çox önəmli rəhbərlik aparır, rəhbərlik eləyir və bu işləri deməli, ümid edirəm ki, yaxın gələcəkdə daha bir samballı iş ortaya qoya biləcəyik. Enerji, deməli, Azərbaycan Respublikasında enerji təhlükəsizliyi termininin istifadə olunmasında Nurəli müəllimin də rolu böyükdür. Yəni, mən 3 alimin adını çəkə bilərəm ki, ilki olaraq onlar tərəfindən rəhmətli Yasəf müəllim, rəhmətli Kərim müəllim və hörmətli yubilyarımız Nurəli müəllim bu terminin Azərbaycana gəlməsi, ayrı-ayrı deməli, problemlərin enerji təhlükəsizliyi səviyyəsində qiymətləndirilməsi məsələlərinə deməli, yanaşılma Nurəli müəllimin rəhbərliyi altında həyata keçirilir. Mən enerji təhlükəsizliyi haqqında təsadüfən danışmıram. Enerji təhlükəsizliyi Nurəli müəllimin rəhbərliyi altında mənim tərəfimdən həyata keçirilən dissertasiya işinin bir mövzusudur. Qeyd etmək istəyirəm ki, Nurəli müəllimin çox dəyərli fikirləri bizim bu dissertasiya işinin əmələ ortaya gəlməsində öz rolunu oynamışdır. Nurəli müəllimlə işləmək deməli, həm çətindir, həm də asandır. Çətindir ona görə ki, Nurəli müəllim özünə qarşı olduğu tələbkarlıqla ətrafında olan adamlardan da tələbkarlığı var. Yəni, o bir məsələ qarşıya qoyulubsa, onun səlis icrasını istəyir. Eyni zamanda Nurəli müəllim çox qayıq keçdi. Yəni ki, hər hansı bir problemin varsa, mütləq ona diqqət yetirəcək, mütləq ona səmimiyyətlə yanaşacaq, onu həll etməyə çalışacaqdır. Bütün bu keyfiyyətlərinə görə, bütövlükdə rəhbərliyinə görə, bütövlükdə münasibətinə görə mən Nurəli müəllimə uzun ömür, can sağlığı arzulayıram. Ümid eləyirəm ki, bundan sonra da yaxın 40 ildə, ən azı yaxın 40 ildə belə effektiv işləyəcəkdir. Nurəli müəllim həqiqətən çox işgüzar yoldaşdır, həqiqətən çox işgüzar alimdir. Yaxın illərdə, yaxın 40 ildə belə formatda davam eləməyi arzulayıram. Can sağlığı, ailə səadəti arzulayıram. Çox sağ olun. Çıxışınız üçün sizə təşəkkür edirik, Valeh müəllim. Çox sağ olun. Hörmətli seminar iştirakçıları, beləliklə çıxışlar başa çatdı. İndi isə seminar iştirakçıları arasında müzakirələr bölümünə keçid alırıq. Müzakirələr çərçivəsində hər hansısa bir sualınız, təklifiniz, ürək sözləriniz və yaxud təbrik üçün sözləriniz varsa, buyurub bildirə bilərsiniz. Böyük məmnuniyyətlə sözü sizə veririk. Çox sağ olun. Mən də tədbir iştirakçılarını salamlayıram. Vilayət müəllim, çox sağ olun dəvətinizə görə.
Mən də qeyd etmək istəyirəm ki, mən də Nurəli müəllimi Energetika İnstitutunun kollektivi adından ürəkdən təbrik edirəm. Qeyd etmək istəyirəm ki, Nurəli müəllim energetika sahəsində sayılıb seçilən alim olmaqla bərabər eyni zamanda yüksək təşkilatçılıq və idarəçiliyə malik bir insandır. Belə ki, Nurəli müəllim Energetika İnstitutunun direktoru olduğu müddətdə mən institutun elmi katibi idim və konferansların hazırlanmasında, seminarların hazırlanmasında, sənədlərin, hesabatların hazırlanmasında Nurəli müəllimin öz dəsti xətti var. Hansını ki biz hal-hazırda da davam etdiririk. Yəni Nurəli müəllimlə işləmək bir məktəb keçmək deməkdir. Nurəli müəllim, mən sizi ürəkdən təbrik edirəm, sizə can sağlığı arzulayıram və ən əsas elmi fəaliyyətinizdə uğurlar arzulayıram. İndi isə icazənizlə mən institut tərəfindən hazırlanmış adresatı sizə təqdim edim. Çox sağ olun. Nurəli müəllim haqqında bugün çox gözəl sözlər deyildi. Həm onun elmi fəaliyyəti, kadr hazırlığı sahəsində gördüyü işlər, onun həyat yolu haqqında çox qiymətli fikirlər səsləndirildi. Azərbaycan Texniki Universitetinin Energetika Avtomatika Fakültəsi adından da mütləq söz deyilməli idi. Çünki Nurəli müəllim həm yüksək səviyyəli mütəxəssis energetika sahəsində alim, mühəndis, qayğıkeş insan deyildi burada hörmətli Valeh müəllim tərəfindən, vətənpərvər, milli ruhlu, ziyalı. Yəni Nurəli müəllim haqqında bu kontekstdə nə desə Nurəli müəllimə yaraşır. Mən Energetika Avtomatika Fakültəsi adından, həm öz adımdan şəxsən demək istəyirəm ki, Nurəli müəllim həm də bizim fakültənin professorudur. Ona görə də bu haqda mən danışmalıydım. Demək, bir kəlmə, mən çox vaxt almayacağım təbii, çünki kifayət qədər danışıldı. Mən onu demək istəyirəm ki, Valeh müəllim Nurəli müəllimin elmi fəaliyyəti haqqında dedi. Mən ona xahiş eləmişdim ki, sən digər bir məsələ var, onu da deginən, nəsə görünür yadından çıxdı. Mən eləsə ona görə çıxdım bura ki, demək, mən elə Sumqayıt Dövlət Universitetində dosent işləyirdim. Çox təsadüf nəticəsində, 89-cu il yox, mən çox sonralar 2000 hardasa 8-9-cu ildə Nurəli müəllimlə çox təsadüfi nəticəsində əyanı tanış oldum. Ona qədər onun mən adını eşitmişdim, çünki Azərenerjidə çox hörmətli, yəni yüksək səviyyəli mütəxəssislərdən hesab olunurdu. Sadəcə adını eşidirdim. Ancaq əyanı bizim çox təsadüf nəticəsində tanışlığımız oldu. Təxminən 2009-cu ildə elə bir məsələ oldu ki, Nurəli müəllim Energetika İnstitutuna direktor təyin olunanda mən də Energetika İnstitutuna gəlib gedirdim. Orada ixtisas artırma kursları var idi, dərs deyirdim orada. Təsadüfən orada görüşdük və mənə dedi, sən bura gəlməlisən. Mən də açığı ömrüm Sumqayıtda keçib. Ona görə çox tərəddüd elədim. Hətta biraz çəkindim də, qorxdum da. Dedim, mən Sumqayıtdan çıxsam, mən bataram Bakıda. Nurəli müəllim mənə inanın ki, məni həqiqətən çox məcburi dartdı, gətirdi ora. Olanı deyim, Nurəli müəllim təsdiq eləyər onu. Çox, deyim sizə, qorxa-qorxa razılıq verdim. Dedim, mən axı ömür boyu, öz də məni o boyda Energetika İnstitutunda, onda düzü belə keçmiş ittifaq miqyasında sayılıb seçilən səhv eləmirəmsə, institutun biri idi o institut. O institutda dosentlikdən məni birdən-birə direktor müavini vəzifəsinə təyin elədi. Bilirsiniz, mən özüm də qaldım belə, mən neyəcəm axı, mən müəllimlikdən ömür boyu mən vəzifədə işləməmiş adamam. Nurəli müəllim mənə dedi ki, sən bir ildə, sən heç nə eləmə, mən nə deyəcəm onu eləyəcəksən, bir ildən sonra da özə baxarsan. Bilirsiniz, hətta mən ondan sonra da enerji sistemin rejimləri və idarə olunması laboratoriyası, onun rəhbəri çox, Allah rəhmət eləsin, hörmətli Orxan Məmmədiyarov professorumuz rəhmətə getmişdi, o yer boş qalmışdı və məni eyni zamanda ora rəhbər təyin elədi. İndi burada bir elmi istiqamət aparmaq lazım idi. Demək,
tapmaq lazımdır. Gəldim, Nurəli müəllim mənlə dedi ki, get özün axtar tap. Gör nə ilə, Azərenerjinin problemləri ilə maraqlan. Mən də maraqlandım, ora bir xeyli vaxt apardı. Axırı gəldim, dedim ki, bəs bu Lütfizadənin qeyri-səlis məntiq nəzəriyyəsinin energetikada tətbiqi ilə bağlı demək olar ki, çox az iş görülüb. Görülür, xaricdən çox azdır. Bunu bizim sistemdə tətbiq, Nurəli müəllim mənə həmin anda dəstək verdi və dedi ki, sən bu istiqamətdə də edirsən, buradan da çəkinmək yoxdur. Deyim sizə, orada energetikanın üstündə çox hörmətli Valeh müəllim dedi, orada professorlar var idi ki, həqiqətən onların elmi hesabatları gedirdi. Bilirsiniz, mən Sumqayıtda hələ işləyə mən gəlib o elmi hesabatlarda oturub qulaq asırdım. Doğrudan da orada götürülməli çox şeylər oldu bizim üçün. Demək, həmin istiqamətdə mən ilk hesabatımı eləyəndə, çox mənim keçmiş energetika konusunda kollegalarım məni təsdiqləyərlər. Mənə qarşı çox böyük bir qüvvə, yəni ki, düz qəbul etmədilər ki, bu nə istiqamətdir, bu nə? Amma Nurəli müəllimin dəstəyi, məhz Nurəli müəllimin, mən ruhdan biraz düşmüşdüm də, onun dəstəyi ilə ki, yox, bu istiqamətinə getməlisən və bizim ilk işimiz oldu, demək, transformatorlarda gərginliyin qeyri-səlis tənzimlənməsi və Nurəli müəllimlə biz Manchesterdə smart grid texnologiyalarına dair böyük beynəlxalq konferans keçirildi və o konferansda çox uğurla, dili mən bilmirdim, Nurəli müəllim bilirsiniz, ingilis dilini çox gözəl bilir, çox uğurlu çıxış, çox. Ondan sonra həmin konferansın, deməli, həmin konferans Türkiyədə keçirildi, İstanbulda, o işin davamı olaraq çox gözəl Nurəli müəllimlə orada iştirak oldu və çox yüksək səviyyədə qəbul olundu. Yəni, mən o istiqaməti qeyd eləmək istəyirdim ki, Nurəli müəllim həm də qeyri-səlis məntiq nəzəriyyəsinin, xüsusən də bu tək qeyri-səlis məntiq nəzəriyyəsi deməyək, soft computing belə deməli paradigmalarının, yəni bu həm neyron şəbəkələrdir, həm genetik alqoritmlərdir və s. Bunların energetikada tətbiqi ilə də bağlı deməli xeyli işlərin müəllifidir. Və bu istiqamət ki, Nurəli müəllim məni yönləndirdi və məndən deməli istədi ki, bunu davam edin, bunu axıra çatdırım və onun nəticəsini gördüm ki, bu yaxınlarda mən deməli Nurəli müəllimin rəhbərliyi elədiyi şurada da bu istiqamətdə elmlər doktorluğu qismət oldu, doktorluğu dissertasiyasını müdafiə etdim. Buna görə Nurəli müəllimə çox böyük təşəkkür deməli, eyni zamanda Nurəli müəllim bayaq dedim, demək, qayğıkeş, vətənpərvər, bunu mən elə belə söz demirəm bunu, milli ruhlu, yüksək səviyyəli, mütəxəssis, alim. Bilirsiniz, biz xoşbəxtdik ki, həqiqətən biz deməli Nurəli müəllim kimi bir alimimizlə, ziyalımızla, gözəl insanımızla biz çiyin-çiyinə çalışırıq. Vilayət müəllim də çox sağ olsun ki, Nurəli müəllimi bu cür deməli böyük ənənəsi olan universitetə bu işə dəvət elədi, gətirdi. Sağ olun, Nurəli müəllim, təbrik edirik. Sizə Valeh müəllim dedi, ən azı 40 il. Mən də onu sizə arzulayıram, ən azı. Ondan sonra siz bilərsiniz, sizə arzu edirəm ki, bundan sonra da siz deməli bu cür çalışasınız, bu cür davam edəsiniz və can sağlığı. Çox sağ olun, təşəkkür edirik. Nurəli müəllim, bugünkü seminarın əsas səbəbkarı kimi yəqin sizin də ürək sözləriniz vardır və böyük məmnuniyyətlə sizi dəvət edirəm. Buyurun. Çox sağ olun, hörmətli müəllim professor heyəti, çox hörmətli bizim ağsaqqalımız akademik Arif müəllim, hörmətli vilayət müəllim, hörmətli bizim uzun müddətli dostluq etdiyimiz, elə hamısı dostlardır. Elçin müəllim, hörmətli Natiq müəllim, Araz müəllim, adını çəkmədiyim bizim dostlar, ikinci sırada əyləşiblər mənə çox əziz insanlar və bu universitetin çox əziz kollektivi burada iştirak edir. Birinci bir remark edim ki, bu tədbirdən mən bugün səhər məlumat almışam, çox qısa. Təşəkkür edirəm vilayət müəllimə, çünki mən məlumatım olmayıbdır. Bu tədbir belə bir seminar olacaqdır və s. Yəni bu diqqətə görə təşəkkür edirəm hamınıza. Və ikinci hesab edirəm ki, bu biz əvvəl də bir söhbət elədik ki, bu tip seminarların keçirilməsi məndən əvvəl
çıxış edən natiqlər də qeyd etdilər, çox önəmli bir ənənədir. Yəni, həm bir gənclər üçün, həm ümumiyyətlə kollektivlərin belə bir daha da o team building deyirlər ingilis dilində, bu səmimi münasibətlərin formalaşması və s. Yəni, uzadı danışmaq fikrim yoxdur. Bir məsələni qeyd edim ki, bu tip tədbirlərdə adətən bu ad günü olan insanların şərəfinə adətən yaxşı sözlər deyilir və hesab edirəm ki, bugün səslənən bu sözlərin, səslənən bu fikirlərin 10%-nə mən layiqəmsə, əlbəttə özümü çox böyük çox xoşbəxt bir insanam, çox fəxr edirəm. Ona görə də bu deyilən sözlərə görə, bu xoş sözlərə görə hamınıza təşəkkür edirəm. Əlbəttə, başda bizim ağsaqqalımız, bizim həmişə müəllimimiz, Arif müəllim və bir şeyi də bu namizədlik dissertasiyasında o fayton məsələsini Arif müəllim təşəkkür edirəm ki, yada saldınız və o rəhmətli Çingiz müəllim dedi ki, sənə niyə bu xarab maşını veriblər? Moskviç 412 idi, şüşəsinə də məftil bağlamışdıq. Belə yağış yağanda əlimi çıxardırdım, şüşəni məftillə silirdim. Çünki Moskviç 412 idi. Dedi, o vaxtı baş dispetçerlər faytonla gəzirdi Bakının küçələrində. Allah o alimləri də rəhmət eləsin. Və mən ilk dəfə sizinlə Çingiz Cuvarlı, Arif müəllimdən fəxr eləmişəm. Elektrodinamika institutunda, elektrodinamika institutunda mənim praktikam keçibdir. Akademik Kuznetsov, Şadlinski və s. Orada o transformator görəndə, gərginli transformatoru dedim, nədir? Dedi ki, bu o vaxtı SSR dövlət mükafatı alıblar və bunun müəllifləri Cuvarlı və Arif Haşimov. Sonra mən onu rəhmətli Çingiz müəllimə dedim. Dedim, Çingiz müəllim, Yerusəlimovun kitabında niyə müəllif sahaftar olmadınız? Dedi, o kimdir ki, mən o sahaftar olum? Mən gedəndə o koridorda qaçırdı mənim qabağıma. Və sonra Yerusəlimov bizə mühazirədə Kiyev Politexnik İnstitutunda dedi ki, hardansan? Dedim, Bakıdan. Dedi ki, siz fəxr eləməlisiniz ki, sizdə Çingiz Cuvarlı var. Sonra rəhmətli mən o Çingiz Cuvarlıya dedim. Dedi, onun savadı yoxdur. Yəni, ona görə də bu cür bizim alimlərimiz olub, bugün bizim alimlərimiz, bu tip bizim alimlərimiz var və Elçin müəllim təsadüfən qeyd etmədi həmin məqaləni. O məqalə Qretsiyada, yəni birinci yeri tutdu və bugün də Google Scholar'da baxsaq, ən çox istinad həmin məqaləyədir. Və o məqalə o dövrdə, o istiqamətdə, yəni bir pioner məqalələrdən biri idi ki, həmin o Elçin müəllimin əlbəttə əsas liderliyi ilə həmin məqalə dərc olundu. Ona görə də bir daha hamınıza təşəkkür edirəm. Hamınızı mən bağrıma basıram və deyilən sözlərə görə də minnətdaram və fürsətdən istifadə edib bizim vilayət müəllimə təbrik edirəm. 28 mart, uğurlar, can sağlığı. Sağ olasın, minnətdaram. Təşəkkür edirik Nurəli müəllim. Və mən son olaraq bağlanış nitqi üçün sözü Azərbaycan Texniki Universitetinin rektoru, hörmətli Vilayət müəllim Vəliyevə verirəm. Hörmətli tədbir iştirakçıları, həqiqətən də bugün seminar bizim gözlədiyimizdən mənə gəlir effekti oldu. Mənə gəlir ki, burada bizim hörmətli akademikimiz Arif müəllimin çıxışı həqiqətən bir doğrudan belə fundamental çıxış, belə bir həqiqətən müəllif dərsi idi doğrudan. Biz eyni zamanda bizim Elçin müəllim bu istiqamətdə müxtəlif elmlərin, xüsusilə təbiət elmlərinin kəsişməsindən alınan nəticələr, onun əhəmiyyəti haqqında enerji sistemlərinin inkişafı və ondan istifadə ilə bağlı ciddi fikirləri, yəni bir çağırışdır ki, həqiqət universitetlər, mütəxəssislər bir-birindən əməkdaşlıq etməlidirlər. Əgər biz doğrudan da baxsaq, universitetlərin inkişafına birinci növbədə universitetlər və alimlərin bir-birindən münasibətləri və onların əlaqələri nə qədərdirsə, o qədər dərəcədə ciddi elmin inkişafı ortaya qoyulur. Eyni zamanda burada Natiq müəllim ciddi fikirlər ortaya qoydu. Mən bu fürsətdən istifadə edərək baba müəllimə dərin təşəkkürümü bildirirəm.
və uzun müddət Nurəli müəllimlə bir dostluq münasibətləri olub, əməkdaşlığı olub. Nurəli müəllimin həqiqətən də Baba müəllim indi tədbirdədir, özü ürəklə bu da iştirak etməyi bildirdi. Mən Baba müəllimi yaxından tanıdığıma görə Baba müəllim bir sosial, yəni bir şəxs kimi bu məsələlərdə çox hörmətlidir. Bizim hörmət etdiyimiz, ən çox hörmət etdiyimiz bizim çox demək şəxsimizdir və o sahədə mən xahiş edirəm ki, bizim də təşəkkürlərimizi Baba müəllimə çatdırasınız. Eyni zamanda Araz müəllimin çıxışı burada kifayət qədər bizdə bir imkanlar yaratdı və biz enerji sektoruna əsasən onun digər demək əsas məsələlər ki var, o məsələlərdə həqiqətən bugün kadr hazırlığının istiqamətləri var. Bizim azad olunmuş regionlar, rayonlarda energetikanın inkişafı ilə bağlı, eyni zamanda Azərbaycanda gərginlik siniflərinin dəyişməsindən bağlı, hal-hazırda bizi gözləyən bəzi məsələlərlə bağlı fikirlər ortaya qoyuldu. Və çox təşəkkür edirəm Valih müəllimə. Həqiqətən bu qədər dərəcədə Valih müəllim özünü də bilmirdim ki, bu istiqamətdə çoxlu işləri var. Amma o işlərin siyasına baxanda enerji sistemində həqiqətən çox ciddi bir proseslərin və ciddi məsələlərin, əsasən keçid prosesləri, enerji sistemin informasiyalaşdırılması, indi yəni rəqəmsallaşdırılmasından bağlı və sair kifayət qədər texnoloji proseslər var. Sistem əslində prinsiplər olduğu kimi qalır. Yəni enerji sistemi hansı prinsiplərlə, hansı qaydalarla işləyirsə o qaydalar qalır. Amma texnoloji yeniliklər kifayət qədər təsir edir və bu istiqamətdə yeniliklər formalaşır. Sistem kifayət qədər daha mobil idarə olunur, amma rəqəmsallaşma və bunlara nəzarət, idarə etmək kifayət qədər başqa formaya keçir. Və burada o qədər mexaniki, elektrodinamik və kibernetik sistemlər o qədər dərəcədə bir-birindən sıx formalaşır və kəsişir ki, burada mütəxəssis hazırlığı böyük defisitlə qarşılaşır. Yəni bu kəsişmədə biz eyni zamanda bunların hamısı üçün eyni bir mütəxəssisə cəmləşdiyini çətinliklər çəkirik və Araz müəllimin mənə gəlir ki, Arif müəllimin və Elçin müəllimin çıxışında bunlar həqiqətən bu məsələlər ortaya çıxdı. Bugünkü problemin də kökündə bu durur. Əslində real fiziki proseslərdə hər hansı bir, yəni bizim bu texnoloji prosesdə hər hansı bir dəyişiklik yoxdur. Böyük kəşflər də yoxdur ortada. Böyük məsələlər də yoxdur, amma texnoloji gəlişmə, texnoloji inkişaf o qədər səviyyə gəlib çatıb ki, biz mütləq şəkildə mütəxəssisləri daha qısa şəkildə, daha əlaqəli şəkildə hazırlamaq məcburiyyətindəyik. Mən fikrimi çox uzatmaq istəmirəm. Bir məsələ var, burada bizim çox hörmətli, demək, bizim çıxışçılar bir neçə bizim mərhum alimlərimizi xatırladılar. O alimlərin, demək, Asaf müəllim, Kərim müəllim, Rauf müəllim və bir sıra demək bizim alimlərimizi xatırladılar və mən Asaf müəllim, Kərim müəllim, Rauf müəllimlə çox yaxından əməkdaşlıq etmişik və müxtəlif layihələrdə, müxtəlif məsələlərin həllində, müzakirələrdə həqiqətən bu insanlar müxtəlif səviyyələrdə alimlər idilər. Asaf müəllim demək Azərbaycan enerji sektorunun texnoloji yenilənməsi, texnoloji imkanlarının artırılması da böyük mütəxəssis idi. Kərim müəllim energetikanın ümumi məsələlərindən bağlı çox ciddi mütəxəssis idi. Daha çox onun perspektiv inkişafından bağlı ciddi məsələlər ortaya qoymuşdu. Rauf müəllim Azərbaycan enerji sektorunun inkişafı ilə bərabər bərpa olunan enerji mənbələri, xüsusilə köy enerjisindən bağlı kifayət qədər ciddi alim idi. Mən bu alimlərin hər birinin yaradıcılığını çox yaxşı bələdəm və bunlar haqqında kifayət qədər də uzun danışa bilərəm. Amma bir onu demək istəyirəm ki, bunlar, bu insanlar həm böyük energetik olmaqla bərabər, həm də gözəl insanlar idilər. Mən təsadüf elə gətirib ki, mən həm enerji, demək, neft-qaz sektorunda uzun müddət çalışmışam və son tədqiqatlarım daha çox energetikanın perspektiv inkişafı ilə həm onun istilik, həm bərpa olunan enerji mənbələri və perspektiv inkişafından bağlı bir layihələrdə və imkanlarda çalışmışam. O nöqteyi nəzərdən bu alimləri çox ciddi tanıyıram.
Bu alimlərin iki müqayisə apara bilərəm və bir neft-qaz mütəxəssisləri, bir də elektroenergetika mütəxəssisləri. Neft-qaz mütəxəssisləri kifayət qədər hadisələri daha geniş məqamda, vaxt nöqteyi nəzərdən demək, hədd qoymadan müzakirə edən adamlardılar. Yəni, bu insanlar daha çox belə perspektiv üçün çalışan və mahiyyəti biraz uzaqda görən adamlardılar. Yəni, bunları xırdalamaq istəmirəm. Amma elektroenergetiklər kifayət qədər konkretdirlər. Yəni, həm danışıqlarında, həm hərəkətlərində. Onları hər hansı bir formada vaxtdan kənar görə bilməzsən. O nöqteyi nəzərdən mən bu insanlarla həmişə söhbət edəndə, yəni neft-qaz demək mütəxəssisləri, həm də elektroenergetika mütəxəssisləri mənim üçün çox əzizdir. Hər birinin kifayət qədər müsbət. Çünki bu iki istiqamət, yəni bu iki demək sənaye istiqaməti bizim iqtisadiyyatımız çox önəmlidir. Və bunların xidmətləri bu gün Azərbaycanda danılmazdır və hər iki istiqamətdə Azərbaycan elmi, Azərbaycan tətbiqi elmi kifayət qədər keçmiş Sovetlər Birliyində və dünyada mənlə gəlir ki, ən yüksək səviyyədə olub. Bugün elektroenergetika istiqamətində keçmiş Sovetlər Birliyində ən yeni bir məsələni desən, orada Azərbaycan alimlərinin və Azərbaycan tətbiqçilərin yeri var, alim mənim qeyd elədi. Eyni zamanda neft-qaz, demək, karbohidrat resursların mənimsənilməsi üzrə bütün məsələlərdə Azərbaycan mütəxəssisləri, yəni enerji sektorunda ümumilikdə yanacaq enerji kompleksinin inkişafında bizim alimlərimizin yeri, universitetlərimizin yeri əvəzsizdir və biz bunların qədrini bilməliyik. Eyni zamanda biz burada səsləndik, biz bu alimlərimizin qədrini bilməliyik. Onlar əgər həyatda yoxdurlarsa, onların elmi irsini biz mütləq şəkildə saxlamalıyıq. Bu irs çox böyük irsdir. Əgər biz onlara baxsaq, bu böyük irsdir. Biz çox xoşbəxtdik ki, bu irsin davamçıları var. Və bugün bu irsi demək, davam etdirən Valih müəllim çox gözəl dedi. Və burada Aytaş xanımı da mən görməmişdim, indi bayaq çıxış edəndə gördüm, çox üzr istəyirəm. Demək, belə bizim ciddi kadrlarımız var, gənclərimiz var. Bu elmi davam etdirən Nurəli müəllim kimi bizim elm adamlarımız var. Və mən bir daha bütün bizim bu seminar iştirakçılarına, həqiqətən bu seminar çox gözəl seminar oldu. Gözlədiyimizdən qat-qat burada biz informasiya və açığı bir böyük, bir xoş təəssürat aldıq və hamıya təşəkkür edirəm. Nurəli müəllim sizə təbrik edirik və Elçin müəllim, Arif müəllim çox sağ olun. Bizim hörmətli qonaqlarımız, bizim energetika, demək, Azərbaycandan gələn Araz müəllim sizə, Natiq müəllim sizə, Aytaş xanım sizə, hamımıza təşəkkür edirəm və bizim xahiş edirəm ki, salamlarımıza çatdırasınız və bir də hamımıza təşəkkür edirəm. Çox sağ olun.